Salam. Bugün sizinlə birbaşa qanunun özünə, yəni polis haqqında qanuna əsaslanaraq bəzi vacib məqamları müzakirə edəcəyik. Salam. Məqsədimiz baxmaqdır ki, qanun polisin işini, onların vəzifələrini, hüquqlarını və ən əsası sizinlə, vətəndaşlarla münasibətlərini necə deyim, tənzimləyir. Bəli, bu qanun əslində polisin fəaliyyətinin hüquqi çərçivəsidir də. Əsas məqsəd qanunun özündə də yazıldığı kimi insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaqdır. Prinsiplər də yəqin ki, müəyyən edilib. Əlbəttə, əsas prinsiplər insan hüquqlarına hörmət, qanunçuluq, bir də humanistlikdir. Və çox vacib bir məqam, qanun hər cür ayrı seçkiliyi qadağan edir. Yəni, cinsə, irqə görə fərq qoymaq olmaz. Hə, qətiyyən. Nə irqə, nə milliyyətə, nə dinə, cinsə, heç bir əsasa görə. Və ləyaqətə alçalan rəftara da yol verilmir. Bəs polisin konkret vəzifələri nədir? Çoxdur yəqin. Bəli, kifayət qədər genişdir. Məsələn, ictimai asayişi qorumaq, cinayətlərin qarşısını almaq, onların üstünü açmaq, sonra yol hərəkəti təhlükəsizliyi var. Anladım. Amma bir vacib məqam var. Qanun deyir ki, polis yalnız qanunla ona verilən vəzifələri yerinə yetirməlidir. Onları başqa işlərə cəlb etmək olmaz. Yaxşı, bu vəzifələri görmək üçün hansı hüquqları var? Deyək ki, küçədə bir vətəndaşı saxlayıb sənəd tələb edə bilərmi? Baxın, müəyyən hallarda bəli. Əgər bir şəxsin cinayət və ya inzibati xəta törətməsinə, əsaslı şübhə varsa, polis onun şəxsiyyətini təsdiq edən sənədləri yoxlaya bilər. Başqa? Həmçinin qanunsuz hərəkətlərə son qoyulmasını tələb etmək hüququ var və əlbəttə, qanunda nəzərdə tutulan hallarda şəxsləri tutmaq səlahiyyəti də var. Tutmaq deyəndə? Hə, amma burada çox vacib bir məqam var. Əgər sizin hər hansı hüququnuz məhdudlaşdırılırsa, məsələn, saxlanılırsınızsa, polis əməkdaşı mütləq bunun səbəbini və sizin hüquqlarınızı sizə izah etməlidir. Hansı hüquqlar məsələn? Məsələn, vəkillə təmin olunmaq hüququ, yaxınlarınıza məlumat vermək hüququ kimi. Həmçinin polis sizə müraciət edərkən özünü təqdim etməlidir. Adını, soyadını, rütbəsini, deməli, tələbinizlə də vəsiqəsini göstərməlidir. Bu vacibdir. İndi gələk biraz daha, həssas məsələyə, güc tətbiqi. Qanun bu barədə nə deyir? Hə, bu çox ciddi tənzimlənən bir sahədir, düz deyirsiniz. Qanun fiziki qüvvənin, sonra xüsusi vasitələrin... Xüsusi vasitələr nədir? Dəyənək, qaz? Bəli. Dəyənək, rezin güllələr, göz yaşardıcı qaz, su şurnaqları və s. Bir də odlu silahın tətbiqi qaydalarını çox dəqiq müəyyən edir. Əsas prinsip odur ki, güc yalnız son zərurət halında tətbiq oluna bilər. Son zərurət. Yəni, başqa yol qalmayanda. Tamamilə doğru. Yəni, digər daha yüngül təsir vasitələri nəticə verməyəndə və ya vəziyyətə görə mümkün olmayanda. Yəni, bir növ addım-addım gedir bu. Demək olar. Məsələn, fiziki qüvvə daha çox cinayətin və ya xətanın qarşısını alarkən, ya da qanuni tələbə tabe olmayıb müqavimət göstərəndə tətbiq edilir. Bəs o dediyiniz xüsusi vasitələr? Xüsusi vasitələr, məsələn, dəyənək, qaz və s. bunlar daha ciddi hallarda işə düşür. Deyək ki, qrup halında hücum var, kütləvi ixtişaşlar baş verir, ya da silahlı müqavimət göstərilir. Odlu silah bəs? Bu yəqin ki, ən son həddir. Bəli, odlu silah ən son həddir. Yalnız insanın həyatına birbaşa təhlükə yarananda, məsələn, silahlı müqaviməti dəf etmək üçün, girovları azad etmək üçün, ya da terrorçuluq kimi ağır cinayətlərin qarşısını alarkən. Başqa hallarda olmaz. Silah tətbiqi ilə bağlı başqa məhdudiyyətlər də var. Məsələn, xəbərdarlıq edilməlidir. Var, əlbəttə, çox vacib məhdudiyyətlərdir. Birincisi, dediyiniz kimi, silah tətbiqindən əvvəl mütləq xəbərdarlıq edilməlidir. Amma istisnalar var, məsələn, qəfil hücum olursa və xəbərdarlıq mümkün deyilsə. Kimlərə qarşı tətbiq edilə bilməz? Qanun qadınlara, yetkinlik yaşına çatmayanlara, bir də əlilliyi aşkar görünən şəxslərə qarşı odlu silah tətbiqini qadağan edir. Təbii ki, onlar özləri silahlı hücum və ya müqavimət göstərmədiksə. Kütləvi yerlərdə necə? Hə, o da var. İnsanların kütləvi toplaşdığı yerlərdə də odlu silahdan istifadə etmək olmaz, əgər bu, kənar şəxslərin zərər çəkməsinə səbəb ola bilərsə. Və hər bir güc tətbiqi halı, xüsusilə silah işlədilməsi,
Mütləq prokurorluğa məlumat verilir və yoxlanılır. Aydın oldu. Bəs, məsələn, tutulma və ya mənzilə daxil olma, bunlar axı fundamental hüquqlardır, toxunulmazdı normalda. Düz buyurursunuz. Əsas qayda belədir ki, həm şəxsin tutulması, həm də mənzilə, yəni yaşayış yerinə daxil olma, yalnız məhkəmə qərarı ilə mümkündür. Bu, hüquqların təminatıdır. Bəs istisnalar? Olur yəqin ki. Bəli, qanun təxirəsalınmaz hallar üçün istisnalar nəzərdə tutur. Məsələn, bir şəxs cinayət törədərkən, yəni cinayət başında yaxalanıbsa, ya da zərər çəkənlər, şahidlər birbaşa onu göstərirsə, o zaman hakim qərarı olmadan da tutula bilər. Mənzilə daxil olma bəs? Eynilə, əgər mənzildə, deyək ki, insan həyatı üçün real təhlükə varsa, ya da cinayət törətmiş şəxsin orada güzləndiyinə dair dəqiq məlumat varsa, polis hakim qərarını gözləmədən ora daxil ola bilər. Amma nə? Amma bu halda, yəni hakim qərarı olmadan mənzilə daxil olunubsa, polis 24 saat ərzində bu barədə hakimə mütləq yazılı məlumat verməlidir. Hakim də yoxlayır ki, bu qanuni olub, yox. Bəs tutulan şəxsin hüquqları necə qorunur bu təcili hallarda? Çox yaxşı sualdır. Əgər şəxs tutulubsa, hətta təcili halda belə, polis dərhal ona tutulma səbəbini bildirməlidir. Hüquqlarını izah etməlidir. Dediyim kimi, vəkillə təmin olunma, zəng etmə, yaxınlarına xəbər vermə hüququ. Bunlar hamısı izah olunmalıdır. Deməli, səlahiyyətlər var, amma eyni zamanda ciddi bir məsuliyyət də var polisin üzərində. Bəli, tamamilə. Qanun bunu xüsusi olaraq vurğulayır. Polis əməkdaşları öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Əgər qanunsuz hərəkət edibsə, məsələn, qanunsuz güc tətbiq edibsə və ya kiminsə hüququnu pozubsa, bu intizam məsuliyyəti, hətta cinayət məsuliyyəti yarada bilər. Maraqlıdır. Hətta qanunda belə bir müddəa da var ki, polis əməkdaşı açıq-aşkar qanunsuz olan əmri və ya göstərişi yerinə yetirməməlidir. Bu da vacibdir. Yəni, hər əmr yerinə yetirilməməlidir. Əgər açıq-aşkar qanunsuzdur, bəli. Amma digər tərəfdən də vətəndaşların üzərinə də müəyyən öhdəliklər qoyulur. Məsələn, polisin qanuni tələblərini yerinə yetirmək lazımdır. Hə, qarşılıqlı olmalıdır yəqin. Bəli, qarşılıqlı hörmət və qanuna riayət. Həmçinin hər kəsin şahidi olduğu və ya bildiyi cinayət barədə polisə məlumat verməsi də qanunda bir növ vəzifə kimi göstərilib. Yəni bu, qarşılıqlı məsuliyyət çərçivəsidir. Belə ümumiləşdirsək deyə bilərik ki, bu polis haqqında qanun, polisin fəaliyyəti üçün sərhədləri cızır, onların nə edə biləcəyini, nə etməli olduğunu göstərir. Eyni zamanda da çalışır ki, vətəndaşların hüquqları qorunsun. Tamamilə razıyam. Bu qanun bir növ balans yaratmağa çalışır. Və sonda sizin üçün də bir düşüncə mövzusu qoyaq. Qanun güc tətbiqindən danışanda son zərurət və ya mənzilə daxil olmada real təhlükə kimi ifadələr işlədir. Sizcə, qanunun öz mətni daxilində qalmaqla bu kimi nisbətən ümumi görünən ifadələrin çox konkret gərgin anlarda, yəni real həyatda yozulması, tətbiqi hansı çətinliklər yarada bilər? Bu haqda düşünməyə dəyər.